Elə indi evdən çıxırdım. Baxıram, görürəm ki, evimizin yanında binaları neyi var, yuyurlar. Yanım sizə göstərim. Səndə tema var. Bax o, görürsünüz necə yuyurlar binaları, hə? Bax, belə bir cihaz götürüblər, yuyurlar. Ləzzətli. Biz də qıraqdan gedənlər pulsuz duş qəbul eləyirik. Valla çox gözəl bir şeydir, amma mən istəyərdim biraz bunun məntiqini başa düşməyi əslində. Yəni, bu binaların yumağı 48 yaşım var, ilk dəfədir belə bir şey görürəm. Məncə o yeraltı keçidlər var, yeraltı keçidlər, sonra yeraltı körpülərin altı, hardan ki avtomobillər hərəkət edirlər, ha. Onları yüksəydilər daha məntiqə uyğun olardı. Çünki o yeraltı keçidlər var, görmüsünüz də orada həmən o yeraltı, düzdür, körpülərin altı olan yerləri deyirəm, yəni tonelləri. Onların divarları, sən demə, yəni müəyyən bir rənglərə məxsusdular. Amma halbuki onlar inşa olunandan indiyənə kimi bir dəfə də yuyulmayıblar. Baxanda adamın yazığı gəlir də o divarlara. Bu qədər Mikayıl Müşfiq küçəsindən, qəlbdən qəlbə.